Salam aleykum dəyərli izləyicilər. Sizə gözəl bir belə balvankalar göstərmək istəyirəm. Bax balvanka. Yəni bunlar bax belə addelni şəkildə, bax bu boru şəkildə satılır. Yəni bax burası da ki belə qalın, yəni suyu yəni yaxşı özündən keçirdən bir balvankalardır. Yəni bunlar mən özüm bağlamışam üstünə. Yəni bunu açıb birbaşa qaykalı rekord 32-dən 20-yə. Məsələn, kombinin altına bağlamırsınız, 32'lik kombi və s. yəni misal üçün. Bax birbaşa bura məsələn Türk istehsal, Çin istehsal fərqi yoxdur. Yəni bu formada misal üçün bağlaya bilərsiniz ki suyu daha çox buraxsın. 25'liyə çıxanı da var bunun, yəni 32'yə çıxanı da var bunun. Bax bir balvankanın qiyməti münasib. Öz vintilləri də var qardaşlar. Baxın bir dənə super vintilə bax. Yağdır qardaş. Bunun açılı bağlanmağına bax. Bu vintil haçan xarab olar qardaş sizdə. Yəni heç vaxt bax bu vintilə bax. Yəni qaymaqdır da, qaymaq yəni. Açılı bağlanmağına bax yəni. Açılı bağlanmağına qaymaqdır yəni. Bunu açdım buradan qardaş. İstəyirsən 15'ə çevir, istəyirsən 20'yə çevir. Bax Eurokonuslarda yəni. 16'lıq turbanı keçir. Yəni fərqi yoxdur. Bax bunun 20'yə çıxanı da var, 15'ə 16'ya çıxanı da var. Fərq etməz yəni. Vintillərdən bax yəni. Bax keyfiyyət üstündədir də qardaş. Bax. Misal üçün götürürsən su üçün lazım olan, bax isti soyuq su üçün misal üçün ki orada boğulma olmasın. Məsələn hər yerə 16'lıq trubka eləmək istəmirsən, misal üçün deyirsən ki duşdan məsələn 20'lik rezba çıxsın misal üçün. Bax bu vintillərin 20'liyə çıxışı var misal üçün. Ya da ki onu da istəmirsən, lap turba ilə çək, yəni boru ilə çək. 32'lik boru ilə çək suyu misal üçün. Belə deyim. Bax belə gözəl balvankalar Riffing'in embleması üstündə, bax burada görsənir yəqin ki. Bax Riffing'in embleması üstündə, Riffing'in, yəni brendin embleması üstündə. Bəziləri irad tutdu, o birisi videoda mən dedim Alman brendidir. Yox, bu elə Çinin öz brendidir. Çinin öz brend malıdır. Çinin öz brend malıdır. Yəni kim istəyər araşdırar, riffing.com saytına girib misal üçün bunun öz saytının, öz zavodlarına baxa bilərsiniz. Lap saytı mən dəqiq deyim sizə, sonra yanlış məlumata görə də səhv olmasın da belə deyim. Deməli bunun öz saytı. Yəni baxın yadda saxlayın. Tak deməli yadda saxlayın. Riffing www.riffing.com. Yəni bunların saytına keçin, inşallah bütün məlumatları oradan toplaya bilərsiniz yəni. Bu Çin brendidir. Mən deyərdim bu məhsul, bunların kollektorları, balvankaları, yəni bəzi İtaliya məhsullarından üstündür. Kim nə deyir desin, yəni yanbayan qoyun baxın. Yəni hansı mal üstündür? Bax bu vintilləri özü. Riffing'in öz vintili yəni. Yanbayan qoyun baxın. Yəni bu vintil üstündür, yoxsa onların vintilləri üstündür. Yəni mən sizə məsləhət görürəm bunlara. Çox gözəl bir maldır. Yəni həqiqətən çox ustanın axtardığı maldır. Dəfələrlə yanımıza qabaq gəlirdilər ki, bizə bir kollektor ver. Ora bax belə qaykalı rekord baxırıq. Məsafələrinə bax fikir ver. Bunun 5 çıxışı. Yəni o birisi kollektorların 8 çıxışına, 7 çıxışına bərabər. Çünki bax 32'lik hətta 32'dən 20'yə rekord rahat bağlanır qardaş. Sən nə istəyirsən? Super çıxış yoldur sənin üçün. Yəni boğulma, tutulma və s. olmayacaq inşallah. Diqqətinizə görə çox sağ olun.